Hər birinizi salamlayıram. Bu gün sizin üçün çətdə keçirdiyim bir həftəni vlog halında paylaşacağam. Mənzərənin gözəlliyini göstərə bilirəm, amma havasını təəssüf ki, sizə ötürə bilmirəm. İnsanın ruhu sanki buralarda bir sakitlik tapır. Ümumiyyətlə, mən heyvanlardan çox qorxuram. Heç birinə yaxın gedə bilmirəm. Amma bu mənə o qədər şirin gəldi. Hətta bunun çox gözəl balaları var. Siz bunların gözəlliyinə baxın. Görün nə qəşəng güllər var burada. Adamın çox xoşuna gəlir. Deməli qızlar, nə bərəkətdirsə, nə hikmətdirsə, biz həmişə kəndə gələndə yağış yağır. İstər qışda gəlsək, istər yazda, yayda fərqi yoxdur. İndi o tərəflər palçaqda deyə keçə bilmirəm. O tərəfləri göstərərdim sizə. Bunların bir dənə gözəlliyinə baxın, qızıl güllərin. O qədər gözəldirlər ki, o qədər gülləri çox sevirəm ki mən. Bunun bir dənə gözəlliyinə baxın. Keçən dəfə story bölməsində belə bir sual vermişdim ki, kənd həyatı yoxsa şəhər həyatı? Yarı insan demişdi kənd, yarı insan demişdi şəhər. Mənə görə isə insan özünü harda rahat hiss edirsə, onun üçün o yer cənnət kimidir. 5 dəqiqə evdə otura bilmədik. Dedim ki, çıxım çölə, biraz gəzim. Arxada iş gedirdi deyə, ona görə də burada səsi kəsdim, öz səsimi əlavə elədim. Burada nədənsə qoyun məndən qorxub qaçır. Gördü ki, boş oturmaqdan heç nə çıxmır. Baldızımla dedi ki, bir samovar dəmləyək. Niyə də olmasın? O odunları doğrayır, mən isə onu videoya çəkirəm. Min bir əziyyətdən sonra samavarımız artıq dəmlənir. Çayları süzdükdən sonra stolu düzəltməyə başlayıram. Mənə görə estetik görünüş çox vacib bir ünsürlərdən biridir. Ona görə də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Qızlar da sağ olsunlar burada mənə kömək edirlər. Gedib əziyyətlə qızıl güllər dərib gətiriblər. Bunları mən həm Instagramda, həm də YouTube'da paylaşmışdım. Hər kəs tərəfindən də çox gözəl geri dönüşlər almışdım. O qədər gözəl ab-hava var idi ki, burada insan təbiətdən, necə deyərlər, zövq alırdı. Növbəti gündən sizi salamlayıram. Artıq burada ev işlərinə başlamışam. Bunu aldım. Qəşəng buranı toz-soranladım. Öz otağıma. İndi isə keçirəm digərlərini toz-soranlamağa. Buranı yığışdıranda bilirsiniz nə yadıma düşdü? Uşaqlıqda mənim qəti iş görməklə aram yox idi. Sadəcə nənəmgilin evini yığışdırmağı sevirdim. Çünki nənəm hər zaman mənə evlərini yığışdırandan sonra pul verərdi. Qızlarla gəlməzdən qabaq planlamışdıq ki, piknik edək. Qərar aldıq ki, ən gözəl elə pizza hazırlamaqdır. Pizzamız 2 list olmuşdu və hər birimizə də çox gözəl yetmişdi. Pizzanı hazırladıqdan sonra düşürük həyətə. Özümüz üçün gözəl bir yer seçirik. Süfrəmizi sərəndən sonra isə aldığımız abur-cuburları da hazır qoyuruq. Burada isə artıq bizim süfrəmiz hazırdır. Təbiət qoynunda gözəl maraqlı söhbətlər edərək piknikimizi etməyə başlayırıq. Məndən soruşsaz ki, ən çox hansı gülləri sevirsən, tərəddüd etmədən sizə deyə bilərəm ki, çoban yastığını çox sevirəm və harda gördüm, onun şəklini çəkməyə çalışıram. Piknikdən sonra gəldim alça yığmağa, çünki sabah artıq evə qayıdıram. Qızlarla söhbət eləyə-eləyə alça yığmağa başlayırıq. Ümumiyyətlə, kəndə gələndə gün hardan başlayır, hardan bitir haqqında heç bir fikrim yoxdur. Videomu izlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Sağlıqla qalın.